Donald Trump və Vladimir Putin telefon danışığı zamanı hansı məsələlərdə razılaşıblar? Enerji və infrastruktur obyektləri üzrə müvəqqəti atəşkəs, əsir mübadiləsi, tərəflər arasında münaqişənin həlli üzərində işləyəcək. Yeni qrupun yaradılması və yaxın günlərdə Səudiyyə Ərəbistanında daha bir görüş. Bu, Amerika və Rusiya prezidentlərinin şifahi olaraq qərar qəbul etdikləri məsələlərin bir hissəsidir. Donald Trump onların telefon danışığının çox yaxşı və məhsuldar olduğunu bildirib. Amerika Birləşmiş Ştatlarının Federal Məhkəməsi USAID-in bağlanması barədə qərarı dayandırıb. BBC-nin yazdığı kimi, Beynəlxalq İnkişaf Agentliyinin bağlanması ilə bağlı Trump administrasiyasının istənilən sonrakı addımı qadağan edilib. Hakim bildirib ki, bu qərar ehtimal ki, Amerika Birləşmiş Ştatlarının konstitusiyasını bir çox cəhətdən pozurdu. Elon Musk'ın rəhbərlik etdiyi hökumətin səmərəliliyi xidmətinə əməkdaşlar üçün, o cümlədən məzuniyyətə göndərilmiş şəxslər üçün USAID-in kompüter və ödəmə sistemlərinə çıxışı bərpa etmək tapşırığı verilib. Həmçinin məhkəmənin qərarı ilə USAID-in əməkdaşlarının işdən azad edilməsinə dərhal son qoyulmalıdır. İstanbul merini korrupsiya ittihamı ilə saxlayıblar. Türk mediası polis tərəfindən həyata keçirilən əməliyyatın korrupsiya cinayətləri ilə bağlı geniş miqyaslı istintaq ilə əlaqəli olması haqqında məlumat yayır. Əvvəlcə merin evində axtarış aparılıb. Həmçinin onun mətbuat katibi və meriyanın 100-ə yaxın əməkdaşı saxlanılıb. Bundan əvvəl İstanbul Universitetinin əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının lideri Ekrəm İmamoğlu'nun diplomunu ləğv etməsi haqqında məlumat yayıldı. Bu səbəbdən o, prezident seçkilərində artıq iştirak edə bilməyəcək. Atəşkəsin bərpası ilə bağlı danışıqlar yalnız atəş altında davam edəcək. Bu haqda İsrailin baş naziri deyir. Netanyahu İsrailin Qəzzada müharibənin məqsədlərinə çatmaq üçün mübarizəni davam etdirəcəyini bildirib. Həmçinin o qeyd edib ki, bütün girovların, sağ qalanların azad edilməsi və ölənlərin cəsədlərinin qaytarılması üçün yorulmadan çalışmaq onun borcudur. İsrail Qəzza sektorunda Həmasa qarşı geniş miqyaslı zərbələr həyata keçirib. Nəticədə 404 nəfər həlak olub, 700-ə yaxın insan isə yaralanıb. Həmasın nəzarətində olan Daxili İşlər Nazirliyinin rəhbərinin müavini Mahmud Əbu Vəfa da daxil olmaqla Həmasın 4 yüksək rütbəli rəsmisi həlak olub. Bundan əvvəl isə martın 1-də müvəqqəti atəşkəsin birinci mərhələsi başa çatdıqdan sonra tərəflər danışıqları davam etdirməyə çalışırdılar. Amerika tərəflərə atəşkəsin aprelin ortalarına qədər uzadılmasını təklif edib. Bu da əlavə girovların və İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsini əhatə edirdi. Lakin fələstinli rəsmi şəxs BBC-yə bildirib ki, İsrail və Həmas Amerika Birləşmiş Ştatlarının prezidentinin yaxın şərq məsələləri üzrə xüsusi nümayəndəsi tərəfindən təqdim edilən razılaşmanın əsas məsələlərində razılaşa bilməyiblər. Narkotik cinayəti ilə əlaqədar daha 9 nəfəri saxlayıblar. Onların arasında 4-ü narkotik satıcısıdır. Təqsirləndirilən şəxslər Gürcüstan və xarici ölkə vətəndaşlarıdır. Hakimin qərarı əsasında hüquq mühafizə orqanlarının əməkdaşları bir neçə dəfə narkotik vasitələrin nəzarət altında alışını həyata keçiriblər və bu prosesin gizli audio və video çəkilişlərini aparıblar. Saxlanılan şəxslərin üzərində yaşayış evləri və avtomobillərində aparılan axtarış zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən heroin, kokain, metadon, tramadol, pregabalin, lirika və tərkibində buprenorfin olan 3000-ə yaxın Subotex həbbini maddi sübut kimi götürüblər. Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Dehlidə Raizina dialoqunun 3-cü günündə Gürcüstanın Xarici İşlər Nazirinin əsas məruzəçi olacağı Qafqazdan Baxış adlı panel müzakirəsi keçiriləcək. Maqabo Görüşvili Cənubi Qafqaz regionunda Gürcüstanın rolundan danışacaq. Beynəlxalq forumda iştirakla paralel olaraq Gürcü diplomat 3-cü gündür ki, Hind Sakit Okean regionunun Xarici İşlər Nazirləri ilə iki tərəfli görüşlər keçirir. FARA-nın tələblərinə uyğun olaraq Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin veb səhifəsində sənəd dərc olunub. Sənədə əsasən Nika Gilauri'nin Reformatics şirkəti Amerikanın lobby şirkətinə $600,000 ödəməlidir. Müqaviləyə əsasən işə götürülmüş şirkət hüquqi, siyasi və kommunikasiya strategiyaları üzrə məsləhətlər və konsultasiyaları, Amerika və Gürcüstan arasında iki tərəfli münasibətlər məsələlərində Amerika Birləşmiş Ştatlarının hökumətinin məlumatlılığının artırılmasını,
Firmanın fəaliyyəti haqqında məlumat vermək və gələcək fəaliyyətləri planlaşdırmaq üçün müştəri ilə müntəzəm görüşlər və video zəngləri təmin etməlidir. Müştəri şirkətə ümumilikdə $600,000 ödəmək öhdəliyi götürür. Müqavilə 20 fevral 2025-ci il tarixlidir. Farada isə martın 13-də dərc edilib. 2018-ci ildən 2021-ci ilə qədər The Organization of American States şirkətinin nümayəndəsi olan Carlos Trujillo şirkət tərəfindən imzalayan şəxsdir. 5 fondun hesablarına həbs qoyulması və bununla bağlı prokurorluğun bəyanatı Tbilisidə hələ də qiymətləndirmələrin mövzusudur. Hakimiyyətin rəqibləri hesab edirlər ki, sözgedən fondlara Gürcü arzusunun göstərişi ilə həbs qoyulub və hakim komanda repressiv yolla hakimiyyəti qorumağa çalışır. Gürcü arzusu isə hesab edir ki, fondlara həbs qoyulması üçün əsas var və yaxın zamanda bu işlə bağlı daha çox məlumat məlum olacaq. Xatırladaq ki, Nanukanın fondu, Nika Gilaurinin Prosperity Georgia fondu, Bir-birimiz üçün fondu, Utanc və Tbilisi İnsan Haqları Evinin bank hesablarına həbs qoyulub. Prokurorluq qərarın verilməsinə səbəb kimi sabotaj, xarici təşkilat üçün və ya xarici nəzarəti altında olan təşkilat üçün düşmənçilik fəaliyyətinə kömək etmə faktları üzrə aparılan istintaqı göstərir. Sartijala və Martqopi kəndlərində uşaq bağçasının tikintisi başa çatıb. Müəssisə 150 uşaq üçün nəzərdə tutulub. Yataq otağı, oyun, paltar dəyişmə və inzibati otaqlar, mətbəx, yeməkxana, camaşırxana, lift və təxliyə pilləkənləri, eləcə də istirahət güşələri və oyun meydançaları təşkil olunub. Uşaq bağçaları məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb. Bələdiyyə İnkişaf Fondu Kvemokartli regionunda ümumilikdə 20 uşaq bağçasının tikintisi və bərpası layihəsini həyata keçirirdi. Onlardan 2 uşaq bağçasının tikintisi artıq başa çatıb. Uşaq bağçalarının tikintisi və bərpası proqramı çərçivəsində layihələr dövlət büdcəsi tərəfindən 71 milyon lari ilə maliyyələşdirilir. Proqram ölkə miqyasında 885 uşaq bağçasının tikintisi və bərpasını nəzərdə tutur. Gürcüstan dünyanın ən böyük beynəlxalq şərab və alkoqollu içkilər sərgilərindən birində iştirak edib. Düsseldorfda cari tədbirdə 24 Gürcü şirkəti təmsil olunub. 3 gün davam edən sərgidə şərab mütəxəssisləri, kommersiya sektorunun nümayəndələri və sərginin minlərlə qonağı Gürcü şərabını qiymətləndirmək imkanı əldə edib. Gürcüstan-Ermənistan futbol maçına son bir gün. Bugün milli komanda Yerevanda oyun öncəsi məşq keçirəcək. Bundan əvvəl isə baş məşqçi Vili Sanioli mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. B liqasında yerini qorumaq üçün 2 oyunluq play-offda Gürcüstan millisi Ermənistanla martın 20-sində Yerevanda, martın 23-də isə Tbilisidə qarşılaşacaq. Gürcüstanın 1-ci kanalı hər iki qarşılaşmanın telereportajını sizlərə təqdim edəcək.